Herkese günaydın. Necəsiz bacılar? Ne var ne yok. Bundan sonra demişəm kanalımı açanda sizinlə belə danışacağım. Səsimin bu arada hələ də bərbaddır. Səsimin kusuruna baxmayın lütfən. Kameramı belə biraz çevirin. Baxmayın lütfən səsimin kusuruna. Çünki səsim burada hələ də deyirəm nəsə var və hələ də düzəlməyib keçməyib o. İndi səhər tezdən durmuşam. Saat neçə idi? 7 idi oyandım. Uşaqları yedizdirdim. Uşaqlar ağladılar. Onların ağlamaqla oyandım zaten. Uşaqları yedizdirdim. İndi girdim tez bazar çildim. Çıxdım. Əynimin paltarını da dəyişdim. Eləyəcəyim. Hazırlaşırıq. Xəstəxanaya gedəcəyik. Bugün uşaqların həkim kontrolu var. Normal bildiyiniz həkim kontrolu. Yəni xəstələnmişdilər ya, onunla bağlı deyil. Yeni doğulan uşaqların normal bildiyimiz həkim kontrolu var. Ona gedəcəyik inşallah. Səsim bu arada günün içində getdikcə düzələcək. Səhər tezdən duranda belə olur. Burada nəsə ilişib qalıb, o səhər tezdən duranda elə olur. Sonra yemək yedikcə, içdikcə düzəlirlər. Bugün orayı ona gedəcəyik. Kərimi də özümdən götürəcəyəm. İlk dəfə avtobusa minəcəyik uşaqlarla. Necə olacaq, necə keçəcək bilmirəm. İnşallah yaxşı keçər. Yəni ilk dəfə avtobusa minəcəyəm. Çox həyəcanlıyam. Heç uşaqlarla çölə tək. Bu arada bir dəfə dənizlə, axırıncı dəfə xəstəxanaya gedəndə dənizlə taksi ilə getmişdim. Normalda uşaqlarla çölə tək də heç vaxt çıxmamışam. Yəni ilk dəfədir tək raminsiz çölə çıxacağam və taksiyə minmədən ya da maşın tutmadan avtobusa minəcəyik. Elə gedəcəyik inşallah, Allahın qismət eləsin, Allahın izni ilə. Nəysə, çimdim, çıxdım. Saçımı yağlayıram. Bir də maska almışdım ya, Çin maskası. Hazır çinmişəm. Üzüm tərtəmizcə maska da eləyəcəm üzümə. Çünki getməyimiz hələ var. Düşdüm aşağı. Tefal qoydum istiyə. Yəni çay biz əvvəllər ona tefal deyərdik. Sonra tokum çaydan deyənlər də var. Hər bir şey deyir. Burada məsəl üçün çay elektrikli çaydandı məsələn. Onu qoydum qaynamağa. Çay dəmləməmişəm, hələ düşüb aşağı çay dəmləyəcəyəm. Uşaqlar arada səs çıxardır, onların səsini eşidə bilərsiniz. Bir də yorumlarda mənə o keçən videoda göstərdiyim maskanı sürtəcəyəm. Yorumlarda mənə aşırı çox şey gəlir. Bu uşaqları niyə oyandırıram, onunla bağlı çox yorum gəlir. Onunla bağlı videomda açıqlama elədim. Hətta görən olmazsa, birdən o videonu izləyən olmazsa, yəni niyə uşaqları oyadıram, onun açıqlamasını həmin videodan çıxardıb short şəkillərə düzəltdim, onu da paylaşdım. Yəni izləyə, bu arada maska belədir. Həyatda daha qırmızı düşür, amma şəkildə daha kahverəngi düşür. Yəni videoda daha karışniv rəngdə düşür, amma həyatda daha belə çərpici rəngdədir, belə deyim sizə. Nəysə, üzümüzə sürək. Onu həmin danışdığımı short halında elədim. Short halında da paylaşdım ki, videoda görməyənlər oradan, shortdan da hızlıca o açıqlamaya baxa bilərlər və bununla bağlı video çəkdiyimə görə başqa açıqlama eləmək istəmirəm. Hafif yandırır. Əvvəlki videolarımda da zaten eləmişdim bu maskadan. Hafif bir yandırır. Əslində bunu gündə, həftədə 2 dəfə falan eləməm lazımdır da. Hər dəfə deyirəm, həftənin məsələn 2 gününü eləyəcəyəm. İndi məsələn elədim, bir də 2-3 gündən sonra bir daha eləyim. Hər dəfə deyirəm belə eləyəcəm, amma eləyə bilmirəm. Göz müayinəmiz var. Rob müayinəsi. Dənizim var, amma Damlanınki eləndi. Damlanınki gələn həftədir. 2 həftə sonra. Çünki Dənizinkin 3 həftə sonra verdiyi üçün artıq bunların müayinələri bir-birindən ayrı vaxta düşür. Mənim üçün belə çətin olur əslində, heç elə şey deyil. Belə sürdüm. Həmən qurumaya başladı zaten. Buraları sürmüşdüm, həmən qurumaya başladı. Quruyandan sonra yuyacağım. Yuyandan sonra burnuma videoda göstərdiyim bantdan qoyacağım. O burun bandı vardı ya, ondan qoyacağım. Ondan sonra üzümü çox gözəl bir şəkildə nəmləndirəcəm bol-bol. Çünki bu maska hafif bir qurudur üzü. Nəysə, əllərimi yuyum, aşağı düşüm, çayı dəmləyim. Kərimi durğuzum. O da yavaş-yavaş hazırlaşır, çünki bir yerdə gedəcək.
Bu arada Əminə işə düşdü. Bu arada hava saat 9-da hava hələ tam-tamına açılmıyor. Hələ qaranlıqda. Elə bildim ki, əvvəl buludludur. Baxıram yox, hava açılır. Yəni göyün üzü təmizdir, amma hava açılmır. Əminələr isə bir şey. İndi bilmirəm videoda necə görsənəcək. Qurudu üzüm, tamamilə yudub yuyacağım. Noktaları görürsünüz. Bu qara noktaları beləncini üzə çıxardır. Və çənəmdə də var biraz. Qaşımın buralarında da var. İndi nə dərəcədə görsənir bilmirəm. İndi bunu yuyub gələcəm. Üzümü yudum, beşəkdən siləcəyəm. Silmədən öncə əllərimi təmiz qurudum. Aldığım burun bandı var. İndi onu tətbiq edəcəm. Bu arada burnun üstü sulu olmalıdır buna yapışmaq üçün. İçindən belə bir şey çıxır bu şəkildə. Burnunuza yapışdırırsınız. Və bu üzünüzdə quruyacaq. Sonra qoparacaq. Belə. Üzümün geri qavalını qurudum. Hər zaman salfetka istifadə edirəm. Hər kəsə də bunu tavsiyə edirəm. Dəsmal istifadə eləməyə. Dəsmal üzün bakteriya, dəsmalda çox bakteriya olduğu üçün üzdə səpkilər falan yaranmaya başlayır. Belə bir tonikim var. Burada gördüyünüz hər şeyi. Mən çox nadirən çöldə alışveriş edirəm. Demək olar hər şeyi internetdən alıram. Hər şeyim internetdəndir. Bunu toniklə üzümü qəşəngcə silirəm. Əgər bir şeylərin qalıntısı varsa da üzümdən təmizləyəcək. Üzümü sildim toniklə. Biraz qurudaq. Nivelin bu nəmləndiricili ləkə qarşıtı serumunu kullanacağım. Bu arada bunu deyim sizə. Yəni elə bilirəm ki, artıq az-çox məni tanımaya başlayırsınız və mən səmimi olmaq istəyirəm. Yəni səmimi bir insanam. Mən yapay ola bilmərəm sizə qarşı. O məndə yoxdur. Əgər gerçəkdən də yorumlarda mənə bacı demişsinizsə və mən də sizə artıq bacılarım deyə müraciət edirəmsə, hörmətli bacılar, məndən heç vaxt dediyim bunu demək istəyirəm. Trendlərə uyum deyə, bu trenddir deyə gedib marka aldığımı görməzsiniz. Çünki məndə o marka həvəsi yoxdur. Bu arada aşırı kosmetika həvəsi də yoxdur. Bəlkə gələcəkdə yaranar. Bu arada heç vaxt yaranmaz deyə bir şey də yoxdur bu həyatda. Bəlkə də gələcəkdə yaranar. Amma indi hal-hazırdakı vəziyyətdə məndə kosmetika həvəs yoxdur. Kosmetika həvəs olmadığı kimi də brendlərə də həvəs yoxdur. Yəni kosmetikanın yanında brendlərə də həvəs yoxdur. Mən çox da brend marka baxan bir insan deyiləm. Sonra məndə çox ucuz və çox bahalı bir şey də görə bilərsiniz. Yəni illa bahalı işlətmirəm. Ancaq ucuz işlədirəm və yaxud ancaq bahalı işlədirəm, ucuz işlətmirəm. Söhbəti yoxdur. Mənim nə xoşuma gəlirsə və əlimdəki imkan da ona əl verirsə, onu işlədirəm. Yəni mən heç nəyin bahalısına qaçmıram. Məsələn, atıram. Bu uyğun fiyatlı bir məhsuldur. Bu da uyğun bir fiyatlı məhsuldur. Yəni, amma məsələn göz kremlərimin içində bu onlara görə daha bahalı, yəni qramajı balacadır və daha bahalı bir məhsuldur. Yəni, onu demək istəyirəm sizə. Məndə çox ucuz da, çox bahalı bir şey də görə bilərsiniz. Amma genəldə 3-4 mənim genəldə ən çox işlətdiyim 2 tip göz kremi var. Biri budur. Bir dənə də başqası var. Onu əvvəlki videolarımda göstərmişəm. Bir də odur. Yəni kremi daha çox işlədirəm, gözaltı kremini və ikisi də bahalı üründür. Bir dənə də o gün sizə göstərdiyim ürün vardı, Classy. Onu aldım. O da bacının tavsiyəsi ilə aldım. Məsələn, onu da ucuz, uyğun yəni fiyatlıdır. Daha ucuzdur o birilərinə görə. Onu məsələn denəyəcəyəm. Görüm bunlar kimi xoşuma gəlir, gəlmir. Məsələn, bunlar daha çox xoşuma gəlir. Gözaltının nəmləndirməsi ikisində də çox yaxşıdır. Yəni gözaltı nəmləndirilməsi təbii ki, çox önəmlidir. Yəni az-çox bilərsiniz. Niyə önəmlidir? Çünki qadınların yaşı keçdikcə, yaş üst-üstə gəldikcə istər-istəməz bizdə incə qırışıqlar yaranmaya başlayır və gözaltını çox yaxşı nəmləndirməmiz lazımdır. Bu arada əgər mənim bu videonu
məni izləyənlər, gənc izləyənlər varsa, evli olub olmadığınızın heç bir önəmi yoxdur bu arada. Daha gənc izləyənlər, məsələn mənim 32 yaşım var. Daha 25'in altında, 28'in altında fərq eləməz. Çünki mən üz baxımından genel neçənci il idi? 2022-dən bəri belə 4 ildir falandır başlamışam. Ondan qabaq o qədər də aşırı belə diqqətli bir şəkildə üz baxımı eləmirdim, bunu deyim sizə. Yəni kremi sürürdüm, eləyirdim falan da, amma belə detaylı, üzümü vaxt-vaxtla təmizləmə, üzümə diqqət eləmək, yox bu gözaltıdır, yox tonikdir, bilməm güneş kremidir, axşam nəmləndirməkdir. Yəni bunların normasını mən 4 ildə eləyirəm. Yəni məni daha balaca yaşda izləyənlər varsa, xahiş eləyirəm sizdən. Cildinizin qiymətini bilin. Özünüzə vaxtında ya baxmağa başlayın. Məsələn, mənim buralarımda günəş hafif belə nöqtə kimi günəş ləkələri var. Yəni bu mənim üzümə gec baxmağa başlamağımla əlaqədardır. Daha tez başlasaydım daha yaxşı olardı. Nəysə, üzümü qəşəngcə nəmləndirdim bol-bol. Üzümü nəmləndirdim. Gözümün altı necə qara-qaradır. Bu arada bu gecə yuxusuzluğundandır. Normalda mənim gözümün altı asla qara deyil. Saçımı açım. Mənim saçım buruqdur. Amma vaxtında saçıma keratin falan elədiyim üçün buruqlarım biraz dəyişik şəkil alıblar zamanla. Bəzən saçım çox yaxşı burulur, bəzən saçım heç qəşəng burulmur. Amma genəldə belə işlədirəm uje. Yəni mən genəldə belə işlədirəm. Yəni keratin elədiyim vaxtlar var idi, amma indi o fenlə uğraşmaya heç hövsələm yoxdur. Keratinlə hələ uğraşmaya heç hövsələm yoxdur. Yəni keratin qoyum. Əslində keratin baxanda rahatdır da, nə bilim, istəmirəm. Saçımı belə istifadə etmək istəyirəm. Oyanda, günaydın. Necəsən? Ben yumurta yiyeceğim kızarmış. Sen ne yiyeceksen? Piter yemeği yiyeceksen ama. Ama yumurta... Hara? Geçer o. Yok. Hem dünənləri çoxdan da idman eləmirsən, idman elədin ona görə. Kaçtım. Çoktandır kaçmıyorum. 2-3 hafta, belki 1 aydır kaçmıyorum. Aynen. Bir de okula da git. Okula da geçmirdi. Okulda bilmece oynayanda kovalamacı oynayanda bir tane şey var. Orada da bir gelende ben dolanırım o taraftan yine gözlüyorum. Ha, tamam. O zaman çoxdan hərəkət eləmirsən. Düzələcəksən. Bir iki dəfə gedəcəksən, düzələcəksən. Əvvəlsiz falan yox. Burun. Uşaqlar aşağıda. Görmədin? Işık niye açıktı? Hansı işıq? Mən aşağı düşmüşdüm. Burun bandımı çıxardıram. Qurudu çünki baxın qurudu. Bilmirəm buradan hiss elətdirə bilirəmsə, amma qurudu. Elə yapışıb. Bunun üstünü sizə göstərməyəcəm, amma çox şükür. Yəni, düşündüyüm qədər də hatta bərbad deyilmiş. Yəni vardı bir şeylər, amma düşündüyüm qədər bərbad deyil. Burnumun üstünü həmən toniklə bir təmizləyəcəyəm. Bayaq elədiyim nəmləndirməni burnun üzərimə də eləyəcəyəm. Burnumun üzərini bol-bol nəmləndirirəm. Üzümə bu arada heç nə sürtməyi planlamıram bugün. Çünki qəşəng təmizlik eləmişəm üzümə. Nəsə sürtmək istəmirəm. Ən fazla biraz kipriyimi düzənləmək üçün tuş sürtərəm, çox az bir şey. Saat kaçta çıkacak evden? 12'də evdən, 12'yə qalmış evdən çıxacağıq. 12'ye kalmışlar ki. 12'yə 10 qala. Böyle saatten, telefon saatten de. Telefon saat yanında 11:50'də falan. Anne. Ha. Eskiden saatlerini bilirdim, telefon saatlerini bilmirdim. Ha. İndi ise o saatleri bilmirəm, bu saati bilirəm. Onu da bilirsən də onunla uğraşmayı sevirsən. 2 saat hansı? Buna bak. 17 hələ. Anladım mən içəridə bir şey. Çöpə atdım, zəhmət olmaz. Bu qədər işim bitdi, baxımım da bitdi. Gedim aşağıya, yemək hazırlayım, yemək yeyim. Biraz da süt sağmalıyım. Çünki mənim sütüm uşaqların hələki yeməyinə görə daha fazla olduğu üçün orada dəncə qurmaya çalışıram. Hər dəfə sağmıram. Arada gündə bir dəfə, 2 dəfə sağıram ki, daha rahat olsun mənim üçün. Bu arada anne bəbək çantamı da hazırlamalıyam. Aşağıya gedib isti su qoyacağım qaynamağa. Uşaqların paltarlarını da isti suya qoymaya, o çikli paltarlar, hansı ki ləkəlilər. Onları da sizə göstərmişdim ya. İsti suyun içinə o paraşokdan tökürdüm. Ondan əlavə edib uşağın paltarlarını da isladacağım ki
Mən gedib xəstəxanaya gələnə qədər onlar orada qalsınlar. Sonra da gəlib onları yuyum. Uşaqların paltarları qalmasın. Çünki ütülənəcək paltarlar da var. Onları böyük ehtimalla yuyacağım paltarlarla birləşdirib hamısını bir yerdə ütüləyərəm. Belə düşünürəm. Yəni planım o yöndədir. Tərsinə də eləyə bilərəm. Valla. Pıtını bulam dümenim. Pıtını bulam dümenim. Pıtını bulam dümenim. Pıtını bulam dümenim. Benim kızım istahir. Benim kızım. Başla. Şimdi Ceynep süslene güzel kız olak. Süslene seninle. Süslene seninle aşkım. Süslü püslü kız olak. Çiçek kız olak. Polise gideceğim. Karakola. Anne, Tommy'yi yakaladım. Hı. Ben sataşırdı. Yavaş ol Kerem. Bak üstümü tırar. Tırnağını geçirdi ki üstüme. Bırak onu. O bir sataşır. Tombik. Böyle. Tommy. Tombik. Bak belə elədikcə daha çox sataşır. Bir de deli yaşlı. Bir de bağışa deliler. İşte Ben da. sana kızırım. Kim? Ancak ben. Çəkirəm, get buradan. Çiçek kız. Ne şapka takacaklar olacağım çiçek kız. Hadi bir tane şapka takacaklar olacağım güzel kız. Değil mi aşkım? Değil mi bir tanem? Başına dönelim yani. Başına kupon olalım. Hıçın. Ya atladın bir tane. Gücüne, cici kızı var. Vücuda Unutmuşam. Kalbim bana besteleci. Kalbim bana besteleci. Kalbim bana besteleci. Tut da. Kalbimi tut. Aferin kızıma. Çıxdıq evdən, amma Kalyaskanın qabağındakı şeyləri bağlayana qədər çox uğraşdım. Çünki heç bağlamadım və yetişdirmədiyim üçün bağlaya bilmirdim. Daha doğrusu kəmərləri tam açılmamışdı deyə dar idilər. Onu uzatmaq maşallah elə də möhkəmdir ki, uzatmaq çox vaxt apardı. İndi də gedirik qızlar. İnşallah avtobus gecələr də biz yetişmərik avtobusa. Yoxsa həkimə gec qalacağıq və çöldə çox gözləmiş olacaq. Hava bu arada çox yaxşıdır. Hava Allah'dır. Hava çok yaxşıdır. Hava iyileşir hücre. Evet. Xəstələnmişdi, iyileşir hücre. Şubatın ortasında şey olur. Yenə soğuk olur. Neyse. Belə gedirik. Sağasa qaldım. 3 dəfə aşağı düşdüm, çıxdım. Kərimlə bir yerdə bəbək arabasını indirdim. Bəbək arabasını aşağıda açdım. Sonra onları onun içine koymağa qundağı var. Qundağı daha doğrusu hazırladım.
Ondan sonra tekrar yukarı çıxdım. Uşaqları düşürdüm. Uşaqları düşürdəndən sonra tekrar yukarı çıxdım. Tekrar sumkamı, işte suyumu falan onları aldım. Tekrar aşağı düştüm. 2 dənə uşaqla sonra çıxmağın faydaları. İç deneyimim idi. Zorlanacağım. Amma şey olmuşam. Siling almışam uşağı özümə bağlamağa. Yəni belə fikirləşirdim. Uşağı birini özümə bağlayaram, birini qucağıma alaram. Bəbək arabası bir əlimdə elə düşərəm aşağıya. İndi bəbək arabasını da çərim könlərə, o tərəfə çərim. Bu tərəfə necə keçəcəksən? Tapaq yolun qırağına keçəcək. Maşınlar da maşallah elə saxlayıblar, adam yoluna girməyə yer yoxdur. Buranın ən böyük problemlərindən biri budur. Hər yer maşın, hər yerdə maşın saxlayırlar və piyada yoluna keçmək olmur. Zaten piyada yolu yoxdur. Hala bax, dur yolun ortasına gedəcəyik biz. Nəysə adam yoluna keçdi, amma qabaqdakı tikinti var. Ora püskündədir, ora necə girəcəyik biz? Nəysə. Gedirik. Su içində oldum. Hiç olsaydı çoktan o taraftaydı gedirdik. Ayşe, təş olsaydı yollar getmişdi. Hani karşı taraftan gidebilirdik de. Elə də ailədim, dedim görsən qarşıda nə var? Kızlarımın ilk otobüs səyahəti. Anne arkandaki T1 de. Değil. Büyük bir heyecanla nəhayət çatdıq. İlk otobüs yolculuğumuz yaxşı keçdi. İnşallah qayıtmağımız da yaxşı keçər. Minəndə də, düşəndə də kömək elədilər. Arabanı düşürtmək üçün sağ olsunlar. Yardım ettiler. Eyvallah. İndi avtobusdan düşmüşük. Bizim gedəcəyimiz yerə biraz uzaqdır avtobus. Ora gedirik. Ama yaxşı keçdi, çox şükür. Ayağını koydu yerine soğuk. Tamam sokma. Üstünü ört sadece. Sokun da. Göster ayak şey oldu. Bugün hatta benim Ayak koklayın orada. benim herkesin randevu aldık götürürüz diye. O da bugün atış olmamış. Sanki şeyle konuşurken hatta bize telefon senin listek yapıyordu galiba. Samura'da neydi o hemşirelerin sınıflarını diye konuşuyordu. Burnuma sokmadı ama burnum çok kırmızıdı. Burnumu taze silmişim. Amayı gösterdik. Papa kaldı. Papayı vur papayı. İndi avtobusa nəhayət. Ne kadar gözlədi? Yarım saat. 40 dakika. 40 dakika. Buçuk 40 geçe buralardayız neredeyse. Uçuk kapıyı. Aynen, sonra bekleme sırası var. Saklayayım. Avtobus gözləyirik. Oturmuşuq fıstıq yeyirik. Bunlar da burada sönüblər. Fıstıq. İkimiz bir yerdə fıstıqlayırıq. Avtobusu gəlməkdən çox var. Bir hava külək.
Dünən xəstəxanada o qədər qaldıq. Bugün xəstəxanadan çıxıb evə vaxtında gəlmək çox gözəl. Ay, hava çox iyi. Çox qəşəng günəş var. Bax, fərahdır, fərah hava. Değil mi? Amma hər yerdə inşaat var. Gerçi bu avtobusla rahat olur bizə. Mən məsələn bu qədər bir şey olduğuna görə avtobusa minirsən, yəni bir də avtobusun bir dənə də qəşəng şeyi var ki, bu xəstəxana aşırı böyükdür, blokdular. Yəni hansı şeyə bloqa gedəcəyini şey eləyə bilirsən. Yəni bilirsən ki, hansı bloqa gedəcəksən. Avtobus həmin blokların qabağında, yəni şey deyil də. Yəni burada düşə bilərəm deyib düşə biləcəyin avtobus olmadığı üçün astanovkaları var hər bloğun qabağında. O çox yaxşıdır yəni mənim üçün. Məsələn, birinci dəfə gedəndə bunu bilmirdim. Sizə demişdim, Kərimə basketbola təzədən yazdırdıq. Burada bələdiyyənin basketboluna və Kərimə spor ayaqqabı sifariş vermişdim. Uyğun fiyatlı bir şey zakaz elədim bu arada. Bahalı bir şey almadım. Çünki həftədə 2 dəfə gedəcək. Deyir, yəni çox uzun saatlar oynamırlar. Yəni məşğul olmurlar basketbolla. 40-50 dəqiqə. 50 dəqiqə məşğul olurlar. Qəşəngdir amma. Belə bərbaddır. Belə ayaqqabı zakaz elədim. Material zadı yaxşıdır. Traf da qəşəngdir. Bu sənin elə ayağı ancaq olar. Bu arada üstündə yazılmışdı böyük bədən alın deyə. Mən də böyük bədən aldım. Yəni 38 aldım. Normalda Kərim 37 geyinir. Balam bir dənə kargon da ver də mənə. Əlimi uzat ver. Yastıqların yanında. Təşəkkür ederim. Özümə mən nəyi unuduram? Uşaqlar gələndən sonra mən aşırı şeyi unuduram. Nədir? Budur da. Aşırı şeyi unutmaya başlamışam. Bunun içini çıxart geyin ayağı görüm necə oldu. Dərmanlarımı, vitaminlərimi atmayı unutmaya başlamışam. Yəni heç birini vaxtına atmıram. Mən də ona görə həm də bir yerə gedəndə də unutmuş oluram bu arada. Bir yerə gedəndə də dərmanlarımı şeyləmirəm. Belə çanta boy dərmanlarımı qoya biləcəyim bir şey aldım. Belə bir şeydir. Üstündə günləri falan yazılır. Bunlar hamısı bu arada tək-tək açılır. Belə fikirləşdim ki, çünki vitaminləri ortalığa gətirib qoyuram, bura dəlixana olur, onu da istəmirəm. Fikirləşdim ki, dərmanları elə bunun içinə ataram. Sürəkli elə var, bir sürü dərman qutusu yanında olsun, var bir dənə bu olsun yanımda. Bunu gəzdirim öz yanımda. Dedim ki, yəni bunu həm sumkaya atmayı da asan olar, çantama atmayı. Həm də ki, evin içində istifadə eləmək də məncə rahat olar. Belə bir şey aldım. İçinə dərmanlarımı qoyub içmək üçün, xatırlamam üçün. Bunun bayağı mənə faydası olacaq inşallah. Bunun içinə qoya bilməyəcəyim bir dənə şey D vitaminidir. Onu da gecələr yatmadan öncə zaten damladırıq. Sıxıntı yoxdur. Neyinirsən aşkım? İpini keçirdirsən? 2 dənə ilə bunları almışdım. Başqa bir şey yoxdur. İnkərimcə insin sizə də göstərim. Yaxın aşkım. Gayet qəşəng oldu. Gayet qəşəngdir. Xəstəxanada Teddy mağazasına girdik. Kərim çoxdan da məndən şey istəyirdi. LED, o şey pultda işıqlar nədir? Rəngbərəng olanlar. Bunlar. Ondan istəyirdi. Mən də bundan aldım Kərimə. İndi Kərimin ona qoyma aşkım. Bunu indi çölə qoyma. Aşkım çantama qoyacaqsan onu. Nə çöl? Özünə aparacaqsan. Bunun otağına. Bir de bu şkafı açanda ehtiyatlı olasın. Bu ışık biraz hassas olur. Böyle bir şey olmaz. Hassas da. Bu ışıklar daha. Diğerini bari şeyleyək, çıxardaq. Qalsın da da. Yo, çıxardaq. Ha. Beyaz. Lazım olanda şey o şeyi şu çıxardaq. Şey taxarıq da. Rəng şeyi beyazı. LED ışığı çıxardaq. Ancaq belə rəngli yanacaq. Yox, belə istər rəngə qoyursun. Amma düzdür değil mi? Yeşilə başanda yeşil olur. Ha, bax sənki düzdür, bax sarı olur. Yeşilə bas. Yeşilə bastım. Maviyə bastım. Biraz rəngləri dəyişikdir. Bax bu tam yeşildir. Şey ışığı belə olanda şey görünür. Parlayır. Saxlayıram. O rəngli nətər elədin? Fleşə basırsan rəng atır. İyi. Buna basırsan. Tam öyrətərsən. Feydə basırsan. Daha bir fərq. Uşaqların paltolarını yudum. Onları tez asım.
Yemek hazırdır. Hamısını ters asıram bu arada. Çünkü belə asıram. Sonra ütüləyəndə çevirirəm, bir daha çevirirəm. Rəng sıxılır. Elə asanda ters asırım, daha rahat olur mənim üçün. Sonra da askı paltarların hamısını askıda asıb quruduram. Yəni hansı paltarlar ki askı ilə asıram ya şkafa onları. Bunların da heç birini şpilka vurmuram. Belə qoyuram, sərlifə. Damların əllərini bağlamışsın. Ehtiyac olmur. Paltarları astım. Oradaki butulkalar bu arada boşdular. Qurumaqlar üçün qoymuşam. Çünki onları qurutub ağzını bağlayıb qaldıracağıq oradan. Ona görə belə dağınıqlıq var. Dağınıq görsənir, kalabalıq görsənir burası. Yəni götürüləcək, vedrə zad da götürəcəm indi. Çünki rəngi üstündə ləkə olan paltar var. Onu atmağı unutmuşam. Təzədən atacağım. Buranı sərdim. Bu arada pijamanı da bunlarla attım. Çünkü uşaq o iğni gəlməsini çox sevirəm. Ona görə onlarla bir yerdə attım. Yuxudan durmuşam. Açımın başımın halından da bəlli edir sifətimdən. Gecə o qədər oyanmışam. Oyan ben yat, oyan yat. Ben belə hesablaya bilmirəm artıq neçə dəfə oyanmışam. 5 dəfə mi, 6 dəfə mi, nəsə bir şey idi. Ama yenə başqa gecələrə görə çox şükür daha yaxşıdır. Yəni bundan qabaqki gecə daha pis idi. Bu gecə daha yaxşıdır. Fındıqçılar çəkim sizə. Dəniz xanımı qollarını bələyirəm. Çünki bu yat qoymur özünü yatmaya. Bu xanımı dünən 2 dəfə qollarını bələdim. Geri qalanında özü yatır. Yəni ehtiyac olmur bələməyə, amma bəlkə o zamandan bunun da ehtiyac oldu, onu bilmirəm. Haydi vitaminlərini verim. Saat kurum birazdan da dəmir vitaminlərini verim. Gecə 3 pampers dəyişdirilib. Niyə çöp atmamısan deyə bilərsiniz. Çöp aşağıdadır uşaqların çöpü. Gözünə çıxırırsınız. Çox komiksiniz. Bu arada əlimi bu şəkildə eləyirəm. Belinə belə-belə vururam. Və bu çox səs çıxardır deyə. Uşağın belinə niyə bu qədər bərk vurursan deyənlər var. Bərk vurmuram. Sadəcə əlimi belə elədiyim üçün səs çox çıxır. Belə-belə vurmuram uşağı. Həm burnundan da doğru. Aferin sana. Ama burnundan da doğru. Boşalt. Hadi. Aferin kızıma. Hadi kızım. Evet. Aferin sana. Bitti. Aferin kızıma. Bugün çim yapacağız. Bilirsiniz ama indi. Oh, ne rahat rahat yatarsın. Altıma da bakın. Oh, öptüm.
Öptüm. Öptüm. Kimi öptüm? Yani öptüm. Şeyləmədik bir daha. Arada sadəcə qollarını bələyirəm. Ayaqlarını yox. Ayaqlarını olmaz. Hoppa. Evet. Hop. Kalpasa, bir də Holland pendiri tökdüm içinə, kaşar peyniri və yumurta elədim. Bunun da zeytinim və çayım var. Mənə nuş olsun. Bu da mənim səhər yeməyim. Bunun içinə kolajenimi tökdüm. Filtre kahvem hazır olub. İndi süt isidirəm. Sütüm isinsin. Süt tökəcəm. Bir də içinə yiyəcəm. Sonra qızlarım yəqin ki oyanar. Sonra onları yedizdirərəm. Ondan sonra onları simizdirərəm. Sütünüz hazır. Sütüm hazır. Təbii kahvemi tökürəm. Dostum, bu kahve buna çoxluq edəcək. Qarışdıraq. Lezzət. Qızlarım qəşəng çimdilər, çiçək qızı oldular. İndi bunları bir böyür üstə yatırdım. Qəşəngcə. Əkim dedi ki, bu böyür üstə, arxası üstə yatır ki, kafalarının şəkli pozulmasın. Gerçi mənim uşaqlarımın arxası, kafa şəkilləri biraz bozuqdur, yəni. Necə? Bir tərəfi daha belə şişkindir, bir tərəfi daha yastıdır. Doğulandan bu arada belədilər. Yəni mənə gələndən uşaqlar belədilər. Yəni, doğulandan ya yox, orasını dəqiq bilmirəm. Xəstəxanada üzüstü daha çox yatırırdılar bu arada uşaqları. Belə. İndi bunlar qəşəng yatsınlar. Ortalığı bir dənə sizə göstərim. Tatam! Uşaqları temizdirmişəm. Bunlar ütülənəcək. Ortalığı yığışdıracağım. Hamamın halını göstərim sizə. Tatam! Hamam da darmadağındır. Onları da yığışdıracağım qəşəngcə. Bu isidicini taxıram bu arada. Burada hamam otağını isitmək üçün. Bunları qəşəng yığışdıracağım hamısını səliqə ilə. Buralar zaten hamısı dağınıqdır yəni. Kolyeskanı götürməmişəm. Sabahlarım gəzməyə gedəcək ona görə. Kərim, gəl buraya. Bunlar da yığışdırım. Sizi qoyacağım bir kənara, indi evi yığışdıracağım.
Bu neyin içində çıxmışdı? Tam xatırlamıram. Bir şeyin içində çıxmışdı ya. Gələn kargoların içində hədiyyə qoymuşdular, yadımdadır ki. Bunu saxlamışdım. Uşaqların bir şeyini illaki kullanaram. Şimdi kullanmaya ehtiyac oldu. Uşaqların banyo şeylərini, işte kremdir, burada yağıdır, işte bu lifin içine koy. Bunlar niye dökülüb? Qulaq pamuğudur. İşte qulaq pamuğudur. Bu da onların şampunudur. Hamısını bunun içine koydum ki hamısı bir yerde olsun. Sonra parça oradan ora-bura koyup oradan götürməli oluram. Onu eləməmək için onun içine koydum. Ve içine bir de bunun içinde de poşetin içine koymuşam. Makas zadı var. Onu da bunun içine koyuram. Paltaları koydum yulmaya. Yuxarını toz soranladım. Uşaqlarımı temizdirmişəm təbii ki. Onlar yatıblar indi mumuşul. Ben de düşüb aşağı bu videonu editlemeye başlayacağım. Niye? Çünkü cümə günü ben size videonu genelde bacardığım qədər çərşənbə günləri çərşənbə sayılır, yox çərşənbə axşamı. Artıq həftənin günlərində bir də ki, məni qınamayın. Bəzi sözləri türk dilində işlətməyimin böyük səbəblərindən biri də insan sürekli Türk dilində danışanda istər-istəməz dili oturur. Azərbaycan dili mən evin içində az istifadə edirəm və çox Azərbaycan dilində də səhərdən axşama qədər evdəkilərlə söhbət də eləmirəm. İndi bu da var. Səhərdən axşama qədər söhbət eləmədiyim üçün bəzi sözləri yavaş-yavaş unuduram. Məsələn, həftənin günlərini indi tam çərşənbə axşamı, ikinci gün yəni. Mən genəldə ikinci gün və 5-ci gün, yəni çərşənbə axşamı bir də cümə günü videoları yayına verməyə çalışıram. Artıq bir düzənə oturtmuşam. İndi bu videonu editləyəcəyəm, verməyə çalışacağım. Sözüm yadımdan çıxdı. Bu videonu editleyip yayına vereceğim inşallah. Ondan sonra da sabahlarım təzə video başlamağı düşünürəm. Çünki sabahlarım gəzməyə gedəcəyim. Ondan sonraki günlərdə başqa planlarım var. Onları eləyəcəm. Sabaha təzə video başladacağım. O yüzden bu günü sonlandırıram. Məni izlədiyiniz üçün hamınıza təşəkkür edirəm. İnşallah bəyəndiyiniz bir vlog olar. Videomu bəyəndiysəniz xanımlar, bacılarım, xahiş edirəm sizdən mütləq abunə olmağı unutmayın. Abunələrim artdıqca və rəylərə siz yazdıqca mənim motivasiyam aşırı yüksəlir. Yəni kameranı bütün günü əlimdə tutmaq istəyirəm, amma 2 dənə uşaqlarla o biraz problemdir. Bacardığım qədər çekim yapmaya çalışacağım bundan sonra. Vaxtında videoları verməyə çalışacağım bundan sonra. Bir də sizin də rəyləriniz mənim üçün çox önəmlidir. Görmək istədiyiniz şeyləri, nə cür video çəkməyi istədiyinizi, nə suallarınız varsa hamısı rəylərdə yaza bilərsiniz. Bacardığım qədər, çatdırdığım qədər hamıya cavab verməyə çalışıram. Arada qaçırdığım ola bilər. Onlar mənə bağışlasınlar. Çünki yenə deyirəm, ancaq çatdırıram həqiqətən. Bəzən telefona baxmağa macalım belə olmur. Bunu deyə bilərəm sizə. Yəni işlərimi həll edib, videomu çəkib, editləyib ancaq elə oturup dinlənmək istəyirəm yəni. Vaxt tapmaq istəyirəm özümə ki, biraz dincəlim. Yəni səhər durandan hələ özümə vaxt tapıb otura bilməmişəm. Bir oturub arada bir kahve içdim, ondan mola vermiş oldum. Onda da bacımla telefonla danışdım. Yəni özüm oturub arada belə divara baxmaq istəyirəm. Heç nə eləmədən. Gerçi xəstəxanada da onu çox elədim də. İndi ona göre biraz enerjim yüksəkdir. Həyata dolu yapışıram ki, daha enerjik, daha hər anımın qiymətini bilərək yaşayayım. Öpürəm sizləri. İnşallah gələn videoda görüşərik.